Salam əzizləyicilər, xoş gördük hər birinizi. Bu günləri sizə ibtidai sinif müəllimləri üçün sadə və mürəkkəb cümlənin fərqi bölməsini izah etmək istəyirəm. Sadə cümlə nəyə deyilir? Bir qrammatik əsası olan cümləyə sadə cümlə deyilir. Misal olaraq nə göstərmək olar? Deyirəm ki, ağac əkildi. Əkildi. Nə? Ağac. Burada görürük ki, bu cümlədə bir mübtəda, bir xəbər vardı. Buna bir qrammatik əsas deyilir ki, bu cür cümlələrə sadə cümlə deyilir. Mürəkkəb cümlə isə iki qrammatik əsası olan cümləyə mürəkkəb cümlə deyirik. Yəni ki, tutaq ki, deyirəm ki, Əli gəldi, ancaq müəllim yox idi. Gəldi kim? Əli. Yox idi kim? Müəllim. Gördüyümüz kimi bu cümlənin neçə qrammatik əsası var artıq? Bu cümlənin 2 qrammatik əsası var. Çünki yox idi ki, müəllimə bağlıdır. Gəldi nəyə bağlıdır? Gəldi isə Əli sözünə bağlıdır. Deməli artıq burada hər xəbərin öz mübtədası olduğu üçün bu cümlənin 2 qrammatik əsası var. Bir tərəfi bir qrammatik əsas qəbul olunur, digər tərəfi isə ikinci qrammatik əsas kimi qəbul olunur. Bu cür cümlələr isə mürəkkəb cümlə deyilir. Ən çox nəyi qarışdırırlar? Biz sizlə həmcis üzvlərdən danışmışıq. Həmcis xəbərli cümlələri mürəkkəb cümlə ilə səhv salar bəzən tələbələr. Misal olaraq necə ki cümlələrdə tutaq ki, deyirəm ki, Əli gəldi və tutaq ki, müəllimi gördü. Gələn kimdir? Əli. Görən kimdir? Əli. Bəzən burada 2 dənə xəbər olduğu üçün avtomatik bunu görən tələbə deyir ki, aha, 2 dənə xəbərim vardı, deməli bu cümlənin 2 qrammatik əsası vardı. Burada diqqət edəcəyiniz məqam odur ki, hər xəbərin öz mübtədası olarsa, o mürəkkəb cümlə sayılır. Amma xəbərlər eyni mübtədaya bağlanarsa, bayaq göstərdiyim kimi, eyni mübtədaya bağlanarsa, bu artıq həmcis xəbərli sadə cümlə sayılır. Belə cümlələri biz mürəkkəb cümlə kimi qəbul eləmirik. Belə cümlələri mürəkkəb cümlə kimi qəbul eləyə bilmirik. Bunu diqqətimizdə nəzər saxlamaq lazımdır. Bir də mürəkkəb cümlələrin əslində tam olaraq bizə, dediyim kimi, növləri falan düşməsə də, mürəkkəb cümlələr özü bölünür 2 yerə. Tabeli və tabesiz mürəkkəb cümlələr. Bəli, tabesiz mürəkkəb cümlələrdə əsas diqqət edəcəyiniz məqam bu yuxarıda danışdığım söhbətdir. Mübtəda və xəbərin eyni yerə bağlanması, yoxsa ayrı bir yerə bağlanması. Bundan siz tabesiz mürəkkəb cümlə ilə sadə cümlənin fərqini tam olaraq müəyyən edə bilərsiniz. Amma tabeli adlandırdığım mürəkkəb cümlədə bəzən yuxarıda dediyimiz qayda ilə tərs gələn bir şeylər ola bilər. Misal olaraq yazıram ki, oxuyurdum, öyrənim. Tələbə ilk baxışdan bunu bayaq dediyimiz yuxarıdakı qaydaya görə deyir ki, oxuyurdum kim? Mən. Öyrənim kim? Mən. Və bunu düşünür deyir ki, bunlar ikisi də eyni yerə bağlanırlar. Bu deməli necə cümlədir? Sadə cümlədir. Amma tabeli mürəkkəb cümlədə bəzi qaydalar var ki, yəni ki, fərqli formada yanaşmaq lazımdır. Ona görə tabeli mürəkkəb cümlə anlayışının ümumiyyətlə özünü anlamaq lazımdır. Tabeli nədir? Tabesiz nədir? Tabesiz mürəkkəb cümlədə hər tərəf özü müstəqil bir fikir ifadə edir. Misal olaraq dedim ki, Əli gəldi, ancaq müəllim yox idi. Əli gəldi özü bir rahat bir cümlədir. Müəllim yox idi, özü bir rahat bir cümlədir. Bunların bir-birindən asılılığı, ehtiyacı yoxdur. Amma tabeli mürəkkəb cümlədə bir tərəf digər tərəfin izahını tələb edir. Oxuyurdum, bax digər tərəfə sual verə bilirik. Niyə? Daha çox əksərən bu proses baş verə bilir. Düzdür, şərt və qarşılaşdırma cümlələrində bunu eləyə bilməsək də, %90% bunu eləmək mümkün olur. Oxuyurdum. Niyə? Öyrənməyim üçün. Bunun digər tərəfə ehtiyacı var. Tabeli mürəkkəb cümlələrdə bir tərəfin digər tərəfə ehtiyacı var ki, fikir tam olaraq tamamlanmış olsun. Bəs bunu biz ümumiyyətlə rahatlıqla necə tapa bilərik? Tabeli mürəkkəb cümlələrdə xüsusi bağlayıcı vasitələr var ki, misal olaraq bir cümlədə tabelilik bağlayıcısı görürüksə, tabelilik bağlayıcısı görürüksə, o cümlə tabeli mürəkkəb cümlə sayılır. Tabelilik bağlayıcısı. Biz də tabelilik bağlayıcılardan keçmişik. Hansılar da aydınlaşdırma bağlayıcıları, ki, belə ki, səbəb bağlayıcıları, çünki, ona görə ki, ondan ötürü ki, o səbəbə ki, hamısını da uzadıb yazmaq istəmirəm. Güzəşt bağlayıcıları, tutaq ki, hərçənd ki,
Hərçənd ki, şərt bağlayıcıları əgər, hərgah, madam ki, indi ki, bir halda ki, bir şərtlə ki, bu tipli bağlayıcılar. Əgər bir cümlədə tabelik bağlayıcısı görürsünüzsə, onu birbaşa tabeli mürəkkəb cümlə götürə bilərsiniz. İstəyir bir yerə bağlansın, istəyir müxtəlif yerə bağlansın. Bunu bizim üçün artıq fərqləmir. Çünki deyirəm ki, belə bir məsələn, məktəbə gəldim. Çünki tutaq ki, çağırmışdılar. Siz burada çünkini görürsünüzsə, bu artıq sizə nə verir? Tabeli mürəkkəb cümlə verir. Çünki burada nə vardı? Tabelik bağlayıcısı vardı. Birbaşa bu qaydaları yadda saxlayın. Sonra, əgər ki, bir cümlədə bağla, bəsən yuxarıda bir cümlə yazmışdım. Tabelik bağlayıcısı oxuyurdum, öyrənim. Bura sadəcə bağlayıcılardan bax, kişini nəzərdə tuturam. Bir də birazdan başqa bir variantda başqa bir şey deyəcəm. Bağlayıcı məsələlərindən sadəcə kişini bərpa eləməklə. Digər bağlayıcıları saymıram. Oxuyurdum ki, öyrənim. Bunu xəyali belə düşünə bilirsinizsə, kişini. Deməli, o cümlə necə sayılacaq bizdə? Tabeli mürəkkəb cümlə sayılacaq. Artıq onu siz sadə cümlə adlandıra bilməzsiniz. Yəni, oxşar yerlərə bağlanmağına baxmayaraq. Və ya, tutaq ki, belə bir məsələdən danışa bilərik. Əgər ki, bir cümlənin orta hissəsində sa plus da, sa plus belə, mi ədatları gəlirsə, bu cümlə yenə də tabeli mürəkkəb cümlə deyilir. Tutaq ki, deyirəm ki, oxusa da öyrənə bilmədi. Oxusa da öyrənə bilmədi. Oxusa da kim o? Öyrənə bilmədi kim o? İlk baxışdan bizə sadə cümləyə bənzəsə də, bu cümlə sadə cümlə deyil də, bir cümlənin ortasında bu hissələr görürsünüzsə, o cümlə bizə tabeli mürəkkəb cümlə sayılır. Tabeli mürəkkəb cümlə sayılır. Və ya sa belə və ya mi ilə bağlı misal verək. Tutaq ki, deyirəm ki, evə getdinmi? Xəbər ver. Xəbər ver. Burada mi-ni anda ilə də əvəz eləmək mümkün olur əksərən. Belə deyək, evə gedəndə xəbər ver. Bax, bu tipli cümlələrdə, məsələn, dərsi oxudunmu, tapşırıqları yaz. Bu tipli cümlələrdə, mi-nin orada işləndiyi cümlələrdə, sa plus danın o vergüldən əvvəl istifadə olunduğu cümlələrdə necə cümlə sayılacaq bizdə? Tabeli mürəkkəb cümlə sayılacaq. Tabeli mürəkkəb cümlə sayılacaq. Sonra, bağlayıcı söz deyilən bir anlayış vardır. Bağlayıcı söz nədir? Bağlayıcı söz deyilən ki, sual əvəzliyidir. Əgər ki, bir cümlədə sual əvəzlikləri bağlayıcı söz kimi çıxış edirlərsə, bu nə zaman, bəs necə olur bunların bağlayıcı söz kimi çıxış eləməsi? Tutaq ki, deyir ki, nə vaxt istəyirsən, o vaxt get. Bu cümlələrdə bax, nə vaxtın qarşılığı nədir? O vaxt. Bu tipli bağlayıcı söz funksiyası kimi çıxış eləyən qarşılıqlı söz olmalıdır əmin ehtimallarda və ya xəyal olaraq düşünə bilməlidir. Bunlar yenə də tabeli mürəkkəb cümləyədirlər və ya kim istəyir, o da danışır. Burada kimin qarşılığı görür ki, odur. Hara deyirəm, orada gedir. Haranın qarşılığı odur. Bax, bu versiyada bunlar bağlayıcı sözlər sayılırlar. Bu tipli ifadələrin istifadə olunduğu cümlələr necə cümlə sayılırlar? Tabeli mürəkkəb cümlə, yəni mürəkkəb cümlə qəbul olunacaqlar. Və ya hətta qabağında bəzi modal sözlərin keçdiyi, tutaq ki, deyirəm ki, düzdür, bax, bu modal sözləri düzdür, doğrudur, düzü kimi cümlə sözlər birinci cümlədə, vergüldən əvvəlki hissədə, qarşı tərəfdə ikinci hissədə isə amma, ancaq, lakin kimi bağlayıcıların birləşməsi bizə yenə nə verir? Tabeli mürəkkəb cümlə verir. Yəni, qarşılaşma bağlayıcıların olması. Bunu necə görə bilərsiniz? Misal üçün deyirəm ki, bayaqlar dediyim cümlədə Əli gəldi, tutaq ki, dedi ki, ancaq müəllim yox idi. Müəllim yox idi. Bu cümlə normalda bizim üçün necə cümlə idi? Sadə cümlə. Tabesi mürəkkəb cümlə. Düzdür? Amma bunun qabağına bir dənə hərçənd atsam, hərçənd
Əli gəldi, ancaq müəllim yox idi. Hərçənd də əli gəldi, amma müəllim yox idi. Bu artıq olacaq tabe mürəkkəb cümlə və ya sadə cümlənin qarşısına atsam tutaq ki, dərsə gəldim, amma tutaq ki, müəllimi görmədim. Bu normal bizim üçün sadə cümləmizdir. Gəldim kim mən, görmədim kim mən. Bu cümlənin qabağına bir dənə hərçənd atsam, hərçənd. Hərçənd dərsə gəldim, amma müəllim yox idi. Bu ikisinin birləşməsini görürəmsə, o cümlə artıq mənim üçün tabeli mürəkkəb cümlə sayılır. Bunların səbəblərinin çoxdur, dolayısına girmək istəmirəm. Yəni ki, beyninizdə qarşılıqlar yaranmasın deyə. Sadəcə bu kimi xırda faktorları yadda saxlamaq lazımdır ki, sizdə dediyimiz kimi mürəkkəb cümlə çox da qəliz versiyada düşmür. Sadə və mürəkkəb cümlənin fərqini soruşur. Sadəcə belə tipli bəzi cümlələri tələbələr qatışdıra bilərlər ki, gəldim, görmədim, deyir kim mən, sadə cümlə. Təbii ki, dediyim kimi bu normal versiyada olarsa bunu sadə, amma hərçəndlə ammanın birləşməsi versiyasında görürsünüzsə, artıq o cümləni necə qəbul etməlisiniz? Tabeli mürəkkəb cümlə qəbul etməlisiniz. Və ya bayaq yuxarıda sa plus da dedim. Eyni zamanda o sanın bərpası da sizə tabeli mürəkkəb cümlə verir. Bayaqlar necə dedim? Bağlayıcılardan kişinin bərpası sizə tabeli mürəkkəb cümlə verir. Eyni zamanda sanın da bərpası. Tutaq ki, deyim ki, yat deyir, sən də yat. Bax, burada düzdür, onsuz da yat deyir kim o, sən də yat kimsən. Mürəkkəb cümlə olduğu onsuz da görsənir. Tabeli olduğunlardan bilə bilərik. Yat deyirsə, sən də yat. Bu kimi faktorlarla siz tabeli mürəkkəb cümlə ilə digər cümlələri fərqləndirə bilərsiniz. Əgər bir cümlə tabeli cümlədirsə, onsuz da mürəkkəb cümlədir. Yox, tabeli deyilsə, orada artıq sırf mübtəda və xəbərin sayına əminliklə baxa bilərsiniz. Amma tabeli mürəkkəb cümlədə dediyim qaydalara uyğun olaraq baxıb tapmağımız daha məqsədə uyğundur.